bütün ailem. Cabaz müəllim bu armud turşusunu qaynatmağı sən uşaqlıqdan öyrənmişdin. O vaxtı Qalaçada deyirsin qoymuşdun, elə mi? Qalaçada, nənəm yanında olanda. Sənin bundan anlayışın var. İndi o köhnə günləri yada sal, bir örgən biz kolonun 3-cü ildir bu. Maşallah. 3-cü ildir intihası bilki kimi. Yok bu qayda armud olmamışdı. Biz bağ armudu qaynadırdıq. Şimdi sen bak bu günləri gəlibsin kol armudun köməklə müəllim yazsa sağ ol. Şimdi senin ne sözün var? Bir sözünü de göre bize. Deyir bu tuşundan yiyəcək dənə sivir. Yiyəcək yox. Uşaqlıqdan söhbət elə görüm sən. Bunu yaxşı xəngəl üçün turşu düzəldir. Ay sağ ol. Mənə də baş çatır da burada. Çatır, nə çatmırdı? Sən bu günlər turşuya getmişik ki, sən də örgən bizə köməklə turşu qaynatma. Yadına sal. Ki, bəri bax, köhnə günləri yadına sal. Zakir müəllim bəyək səndən qabaq dedi ki, sən gəlməmişdən. Dedi bu şeyin ustası Masiyev'di. Dedi mən nətər, dedi Masiyev uşaqlığında Qalaçada bülsündən bilə çox, bülsündən bilə. Allah rəhmət. Flora bülsündən bilə. Bunlar çox turşu qaynadı bunlar. Qoy uşaqlıq devri yada düşdü. Günləri, köhnə günlər, neçə il bundan qabaq idi Masiyev, sən yadında qalar. 6-7 yaşımız vardı. 65 yıl bundan qabaq. Qalaça devri. Qalaça devri, bəli. Gözəllik devri. Özdə bəri bu. Şavelət müəllimi idi, bu da Zakir. İkimiz də rəhmətli anam. Belə şeylerdi, geyindirdi, tərtəmiz geyindirdi, düzürdü. Hamı deyirdi, bəxtəfər başına. Gör nə Allah gözəl rəhmət nəvələr eləsin. var. Hamısı da qəşək geyinir, səliqəli. Özü də qəşək turşu köməklə nənələrini. Harada köməklə? Mən bilirsin hansı devri gördüm. Attamında nənənin binəsi var idi. Allah rəhmət eləsin. İslam dayının gilin anasının binəsi idi. Haq verdi babanın binəsi idi. Böyrü hamımız orada. Ama Attamında çok idi armud. Qalaçadan çok armud. Armud Attamındaydı. Armud sonra kestiler, doğradılar. En çok armud Attamındaydı. İndi bir devir geldi lələ. İndi o vaxtı nənə baba var idi. Şimdi biz olduk baba. Devir geldi hemen devir. Allah hamımızın köməyində olsun. Geldi bir uşaqlığın yada saldı. Maşallah. Devir günler oldu, davay öpürəm sizi. Operator sağ olun öpürəm sizi.